Hər kəsə salam. DİM 2025 test toplusunda kimyəvi reaksiyanın sürəti, kimyəvi tarazlıq bölməsinə əlavə olunmuş yeni sualların izahına baxaq. 79-cu sualda deyilir ki, N2 plus 3H2 2NH3 reaksiyasında azot və hidrogenin başlanğıc qatılığı uyğun olaraq 6 və 14 mol böl litrdir. Tarazlıq anında azotun qatılığı 3 dəfə azalıbsa, hidrogenin qatılığı neçə dəfə azalıb? İlk olaraq reaksiya tənliyini yazaq. Alınır amoniyak. Demək, biz bilirik ki, burada yazırıq biz başlanğıc qatılığı, burada sərf olunur, burada isə tarazlıq qatılığı. Azot və hidrogenin başlanğıc qatılıqları azotun 6, hidrogenin isə 14-dür. Və tarazlıq anında azotun qatılığı 3 dəfə azalıb. Demək, azotun ilkin qatılığı 6-dır. Tarazlıq anında 3 dəfə azalıb. Yəni 6 bölü 3 olub 2. Və sərf olunan nə qədər olacaq? Biz bilirik ki, başlanğıc qatılıq bərabərdir sərf olunan və tarazlıq qatılığın cəminə. Başlanğıc 6-dır, sərf olunanı bilmirik. Tarazlıq da 2-dir. Burada da sərf olunan bərabər olacaq 4-dür. Gətirib yerinə yazırıq. İndi bizdən deyir ki, hidrogenin qatılığı neçə dəfə azalıb? Yəni tarazlıq anında. Biz hidrogenin tarazlıq qatılığını tapmaq üçün ilk olaraq onun sərf olunan qatılığını tapaq. Bunu tapmaqda da bizə azotun sərf olunan qiyməti köməklik edəcək. Demək, əmsallara əsasən gedirik. 1 azot reaksiya daxil olduqda 3 hidrogen sərf olunur. 4 azot reaksiya daxil olduqda isə x. Buradan x bərabər olacaq 12. 12 olur hidrogenin sərf olunan qiyməti. İndi onun tarazlıq qatılığını tapanda da başlanğıcdan sərfi çıxırıq. 14 çıx 12 edir 2. Demək, hidrogenin qatılığı neçə dəfə azalıb? Başlanğıcda 14 idi, sonda olub 2, yəni 14 böl 2, 7 dəfə azalıb.